Yaponiya haqqında. Yaponiyanın paytaxtı Tokyo. Yaponiyanın cənubunda Aso vulkanı, şimalında Honshu adasında Fujiyama vulkanı yerləşir. Əsasən mülayim işıqlanma, mülayim və subtropik iqlim quşağında yerləşir. Musson tiplidir. Rusiya ilə su sərhədinə malikdir. Alüminium istehsalına görə seçilir. Adaları şimaldan Hokkaido, Honshu, Shikoku, Kyushu, Ryukyu adaları var. Deməli, G7, G20 ölkələrinə aiddir. Yapon sivilizasiyasına və Sintoizm dininə mənsubdur. Yaponiyada Kansai Texnopolisi var. Sakit Okean, Filipin və Asiya tavalarının toqquşma zonasındadır. Ən güclü zəlzələlərdən biri Awazi zəlzələsidir. Deməli, 2024-cü ilin məlumatına görə Tokyo şəhərində 37 min əhali yaşayır.